Son günlər insanlar arasında yaranan xəstəliklər cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu da bir sualı ortaya çıxarır. Görəsən yenidən pandemiyaya, qapanmaya ehtiyac yarana bilərmi? Mütəxəssislər deyirlər ki, təlaşa heç bir əsas yoxdur. Çünki fəsil keçidləri, xüsusilə yaz və payız aylarında tez-tez dəyişən hava şəraiti səbəbindən bir çox insan üçün xəstəlik riskinin artdığı dövrlərdir. Bu xəstəliklər adətən soyuq dəymə, qrip və mövsümi allergiyalardır. Düşünürəm ki, qaydalara riayət edeyim, qoruyucu vasitələrdən istifadə etmək lazımdır, mütəmadi. Yəqin ki, bunları nəzarət eləsək, hər şey qaydasında olar. Dərmanlardan istifadə edirsiniz, antibiotiklər falan? Xeyr. Mövsüm girəndən xəstələnmisinizmi? Bəli. Necə özünüzü müalicə etmisiniz? Dərmanlarla, çaylarla və antibiotiklərlə. Ümumiyyətlə, bu mövsümdə hava istiliyinin dəyişməsi soyuq dəymə və qrip kimi tənəffüs yolu infeksiyalarına şərait yaradır. Xüsusilə payız aylarında gün ərzində isti, gecə isə sərin hava şərtləri orqanizmin adaptasiyasını çətinləşdirir və immun sisteminin zəifləməsinə səbəb olur. Ancaq bir neçə sadə tədbirlə soyuq dəymə və qripdən qorunmaq mümkündür. İnsanlar arasında soyuq dəymə kimi qeyd olunan bir hal əslində virus infeksiyalarının səbəb olduğu xəstəliklərdir. Ən çox da biz bunu soyuq fəsillərdə, payız-qış fəslində görürük. Çünki soyuq havalarda viruslar daha da aktivləşir və onların yayılması üçün əlverişli şərait yaranır. Belə ki, payız fəslində məktəblərin və bağçaların açılması əlaqədar olaraq ən çox da uşaqlar arasında biz bu infeksiyaları daha çox görürük. Bu respirator virus infeksiyaları əsasən hava damcı yolu ilə yayılır. Həmçinin əl kontaktı və xəstə insanların əşyalarına toxunduqda da keçə bilər. Hazırda geniş yayılan xəstəlik o qədər də qorxulu deyil. İnfeksionistlər bildirirlər ki, soyuq dəymə və qripdən qorunmaq üçün ən təsirli üsullardan biri peyvənddir. Xüsusilə yaşlılar, uşaqlar və immun sistemi zəif olan şəxslər hər il qripə qarşı peyvənd olunmalıdırlar. Respublika ərazisində rast gəlinən kəskin respirator xəstəliklərinin demək olar ki, böyük bir hissəsi virus mənşəli kəskin xəstəliklərdir. Bunlar da mövsümün kəskin hava dəyişimi, sonra immun sisteminin biraz zəifləməsi, insanların toplu şəkildə qapalı məkanlara da daha çox vaxt keçirməsi buna səbəb olur. Xəstəlik özünü zökəm əlamətləri, hərarət, boğazda ağrı, quru öskürəklə göstərir. Bunların əksəriyyəti virus xəstəliyi olduğu üçün simptomatik müalicə tövsiyə olunur pasiyentlərə və yaxın zamanlarda Respublika ərazisinin bütün poliklinikaları qrip peyvəndi ilə təchiz olunacaqdır. Biz vətəndaşları maksimum peyvənddən yararlanmağa dəvət edirik. Fəsil keçidlərində bədənin suya olan tələbatı azalsa da, mütəxəssislər gün boyu bol maye qəbul etməyi məsləhət görürlər. Belə ki, su bədəndəki toksinlərin xaric olmasına kömək edir, maddələr mübadiləsini sürətləndirir və immun sistemini dəstəkləyir. Həkimlər gündə ən azı 8 stəkan su içməyi tövsiyə edirlər. Bundan başqa təbii qidalardan və mövsümi meyvə tərəvəzlərin istehlak edilməsi də vacibdir. Eyni zamanda şəxsi gigiyena qaydalarına əməl etməklə infeksiyalara və viruslara yoluxma riskini minimuma endirmək mümkündür. Gülnar Elqar qızı, Emin Tağıyev, Telesəhər.